Salam və vaxtınız xeyir olsun yoldaşlar, hər birinizə xoş gördük. Vəsaitimizin 8-ci nəşrdə olan sınaq 5-in izahına baxmış oluruq. Vəsaitlə kim ki tanış deyilsə, vəsaitin şəklini ilə videonun açıqlama hissəsində videoya baxanda orada qeyd olunubdur. Oradan baxa bilərsiniz. Həmçinin yamışam 8-ci nəşrə yazıb axtarıb əldə edib işləyə bilərsiniz sualları. Demək, birinci sual. Deyir ki, hər şey əxlaqı əvəz edə bilər, amma əxlaqın yerini başqa davranışla doldurma olmaz. Cümləsinin təminə aid olan doğru fikir tapmaq lazımdır. Hər təyin əvəzlikdir. Sifət əvəz edə bilsə də ismi əvəz edə bilmir. Bu yanlış bir fikirdir. Çünki burada hər təyin əvəzliyi yoxdur. Hər şey bütövlükdə bir yerdə işlənən mürəkkəb qeyri-müəyyən əvəzlidir və mürəkkəb sözlərin tərkib hissəsi müstəqil söz kimi təhlil edilmir. Fərqləndirilən isə feil sifət şəkli qəbul etsə tərkib əmələ gətirəcək. Xeyr. Çünki əvəz edə bilmək mürəkkəb sözdür. Biz buna feil sifət şəkli qoşsaq, olacaq əvəz edə bilən. Bu hər hansısa bir tərkib əmələ gətirmiş olmur. Yəni bu ifadə tək başına mürəkkəb söz olduğuna görə hansısa bir tərkib yaratmaq qabiliyyətində deyil, tək olaraq işlənlikdə. Mənsubiyyət və hal şəkilçili isim amonimdir. Mənsubiyyət və hal şəkilçili söz yer sözüdür. Yer sözündə hər hansı bir amonimlik yoxdur. Ola bilər ağlınıza fərqli mənalar gələ bilər, amma eyni mənanı müxtəlif şəkildə törəmələridir. Quruluşla düzəltmə zərf kökü feil olan isimdən düzəlmişdir. Burada quruluşla düzəltmə olan zərf yoxdur. Davranış ilə qoşmalı sözdür. Sifət qoşmalı ismi izah eləmiş olur. Doldurulma olmaz cümlənin xəbəridir. Davranış tamamlıqdır. Başqa da demək tamamlığı izah edən təyindir və sifətdir. Cavab olaraq 2. Cədvələ əsasən sual işarəsinin yerinə fikirlərdən neçəsi yazıla bilməz. Şəxs əvəzli və isimlə bağlı ortaq cəhət axtaraq. Kim sualına cavab verə bilirlər? Hər ikisi cavab verə bilər. Bizə yazıla bilməyən lazımdır. Demək ki, bu yazıla bilir. Daha sonra mənsubiyyət şəkilçisi ilə amonim olan şəkilçi qəbul edə bilər. Mənsubiyyətlə amonim olan şəkilçi hal şəkilçisi məsəl üçün hər ikisi qəbul edə bilir. Daha sonra kitabı birləşməsində aslı tərəfdə işlənib uzlaşma əlaqəsinə görə də aslı tərəf olurlar. Anarın kitabı, onun kitabı şəklində iki cür bunu işlətməyimiz mümkündür. Amma bu vəziyyətdə üçüncü növ təyin söz birləşməsi yanır. Üçüncü növ təyin söz birləşməsinin aslı tərəfində gələn söz uzlaşma əlaqəsinə görə əsas tərəf olmuş olur. Adlı qaldadırsa ifadə vasitəsi olduğu cümlə özü sintaktik əlaqədə yalnız əsas tərəf olacaq, olmaya da bilər. Məsələn, ola bilər ki, adlı qalda olan isim təyindir və yanaşma əlaqəsinin aslı tərəfi də ola bilər. Demək, bunu ortaq cəhət kimi əminliklə yaza bilmərik. Adlı qalda mübtəda olsa hər ikisi şərti ödəyə bilər. Mübtəda olmasa ödəməz və xəbər mövqeyində də işlədə bilərsən. Bizim yazdığımız məktubların hamısı dünən göndərilib cümləsində ismi birləşmənin aslı tərəfi kimi işlənmişdir. Bizim yazdığımız feili birləşmə. Məktubların hamısı ismi birləşmədir. Demək, bunu ortaq cəhət kimi verə bilmək. Biri işlənib, biri isə işlənməyib. Təsiri halda işlənsə, feili xəbərli şəxsi cümlədə işlənə bilər. Bəli, işlənə bilər. Məsəl üçün, götürürsən bu nümunəni tək başına işlətmirsən, hansısa bir sözün tərkibində vermiş olursan. Və feili xəbərli şəxsi cümlə qursan. Məsəl üçün, deyək ki, kitabı gətiriləndə gec idi. Bu cümlədə işlədə bilərsən. Və yaxud da ki, deyək ki, məni çağıranda axşam idi. Bu formada təsiri halda işlətdin, amma ismi xəbərini işlətmiş oldun. Feili xəbərli cümlədə işlətmək üçün də götürürsən, baxılmaq kimi var, yanaşılmaq var, nə bilim, kömək edildi var, qərar verildi var, bu kimi şəxsiz feillər var. Başqa bir təsvirlənməyən formanın tərkibində bu nümunəni işlədirsən, onunla da cümlə qurmuş olursan. Belə də formada uyğunlaşdırırsan gedir. Cavab nə olur? A variantı. Sonra klassiyeli tanımlayan fikir istəyir bizdən. Yazışı və deyişi fərqlənir 4 hecadan ibarətdir. Xoşniyyətli sözündə sadəcə l, d-yə keçmiş olur. Xoşniyyətli. Niyyətdəki y-nın düşməsi olmur. Buradan yola çıxası olsun cavab E olur. Samitlərin sayı tələffüzdə azalmır. Boşa samitlərdə biri düşür, düşmə yoxdur. Samitlərdən biri yazıldığı kimi tələffüz edilmir. Saitlərdən üçünün bütün xüsusiyyətləri eynidir. Demək, burada O var, I var, bir də Ə var. Bütün xüsusiyyətləri eynidir deyə bilməzsən. Üçü ilə bağlı. Sözdə uzun tələffüz edilmə var. Xeyr, yoxdur bir şey. 4. Ana soyuqdan donmuşdur. Uşaq isə sağ-salamat edir. Nümunəsinə əsasən doğru fikirlər tapaq. Nümunədə səbəb zərfi işlənmişdir. Səbəb zərfi deyilən anlayış yoxdur. Donmuşdur, soyuqdan ifadəsi var. Feildən düzələn sifətdir. Çıxışlı haldadır və səbəb zərfliyidir. Amma zərf deyil. Yenə də ismi xüsusiyyətini daşıyan sifət deyəcəksən ona. Feillərdən ikisi idi hissəciyi qəbul etmişdir. Bizim burada sadəcə donmuş idi feilimiz var ki, hissəci qəbul edib. Sağ-salamat idi. Burada sağ-salamat feil deyil. Mürəkkəb sifət yaxın mənalı sözlərin birləşməsinə əmələ gəlib düz deyir. İsə hissəci işlənmişdir. Xeyr. İsə hissəci əsasən cümlənin xəbərində gəlir. Burada gördüyün isə qarşılaşdırma mənası verir və bağlayıcıdır. Feildən düzələn sifət ismi xüsusiyyətlərini daşıyır. Feildən düzələn sifət soyuqdan sözü ismi xüsusiyyətini daşıyır. 5. Hansı variantda cədvəlin sol və sağ xanasında yer alan fikirlərdən yalnız biri doğrudur? Uyğunlaşdırmağa çalışaq.
Demək ki, yaradıcı sözündə sözün kökü olur yaratmaq, yaratmaqdan yaradıcı, yaramaqdan yaratmaq, yaranmır, məzmun yaxınlığı olmur. Sözün kökündə 3 samit var, bəli. Sözdə yalnız bir leksik şəkilçisi var, bəli. Bu hər ikisini ödəyir, götürmürsən. Bizə lazımdır ki, sadəcə biri doğru olmuş olsun. Kökü və düzəldiyi mix hissəsi feil deyir. Sözün kökü ağrımaq feili, ağırtmaq, ağrıtdı. Sözdə bir leksik şəkilçisi varsa, sözün kökü də yaranması da dəyişməyəcək. Həm d var, keçmiş zamandadır, kökü də yaranması da feildir. Burada hər ikisi ödədi, götürmədim. Mübtəda bəzən cümlə bütünlüklə bu cümlə özündən ibarət olur. Doğru fikirdir. Adlıq cümlə. Qoşmalı sözlə ifadə olunanma səhv fikirdir. Ola bilər. Məsəl üçün, sənin kimilər bura gəlmir. Bu halda olan söz hər zaman başlanğıc formada olur. Qeyri-müəyyən yiyəliklər hər zaman başlanğıc formada olmur. Məsəl üçün, qocalar evi. Fikir versən, odalar var. Başlanğıcdan çıxıb. Feil bu halda çıxış edə bilməz, yanlışdır. Oxumağın faydası çıxış etdi. Məslər də feildir. Burada hər ikisi ödəmədə götürmürsən. Sözə qoşularsan, samit dəyişiminə səbəb ola bilər. Bəli, ola bilər. Məsəl üçün, kənd sözünə lər qoşanda kəndlər şəklində olur da. Şəxs və cəm kimi çıxış edə bilər. Bu da hər ikisi düzdür. Atlayın kənara. 6. Cümlə ilə bağlı verilən fikirlərdən hansılar doğrudur? Təsdiqlənən feil kökü məlum növdə olan məlum növlü feildən düzəlmişdir. Sözün kökü dəyişmək, dəyişdirmək, dəyişdirilmək bu formadadır. Və dəyişmək də, dəyişdirmək də məlum növdədir. Dəyişdirilmək isə məhsul növdədir. Bir də verilən fikri cavab kimi götürürük. Cümlə özləri arasında uzlaşma arqasının qrammatik göstəricisi xəbərdədir deyir, səhv deyir. Çünki baş özlər arasında uzlaşmanın göstəricisi şəxs sonlu xəbəri şəklisidir. Burada da heç bir işlənməyib. Fərqləndirilən sözlər ismin eyni halındadır. Ümumi isim deyir. Neft zavodunun fəhlələrinin iş rejimi dəyişdirildi. Zavod yiyəlik haldadır, rejim adlı haldadır. Yiyəlik halda olan isimlərin sayı qorxudulmuşdur sözündəki leksik şəkil sayı qədərdir. Sözün kökü qorxmaq, qorxutmaq, qorxudulmaq. Qorxudan qorxu, qorxudan qorxud yaranmır. Çünki qorxu ismindən qorxud feili əmələ gətirəcək şəkilçimiz yoxdur. Baxsan, neft sözü yiyəlik haldadır, düzdürmü? Zavod sözü yiyəlik haldadır, fəhlə sözü yiyəlik haldadır, iş sözü yiyəlik haldadır. Burada sənin 4 dənə yiyəlik halın var. Burada da 2 leksik, 2 qrammatikin var. Yəni, bu şəkilçilərin sayı qədərdir, düz dedi. Subyekt işlənməyən cümlədə cəmi bir adlı halda olan isim var. Bəli, rejim sözü adlı haldadır. Burada subyekt, yəni işi görən işlənməmişdir. 7. Nümunənin təliminə bağlı doğru fikirlər istəyir bizdən. Sən uşaq deyilsən ki, söyləyim ki, məhəbbət insan ömrü üçündür, su kimi, çörək kimi. Burada birinci verilən kimiz adamdır, ədatdır. Burada hansı bir bağlayıcı rolu yoxdur, baş və budaq cümləni əlaqələndirmir, tərəflərdən biri digərinə sual çıxarmır, nəsə buraxılan izi yoxdur və s. Bunların heç birini ödəmir. Sən uşaq deyilsən ki, cümlə bu formadadır. Amma söyləyim ki, sual çıxır. Nəyi? Demək görürsən, burada bağlayıcıdır. Baş birinci gəlir, budaq ikinci gəlir. Birinci və ikinci misal aydınlaşdırma bağlayıcı işlənib səhvdir. Fərqləndirilən söz kim sualına cavab verir? Müstəqil cümlə üzvü deyil. İnsan qeyri-müəyyən yiyəlik haldadır. Nə sualına cavab vermiş olur? Birinci misalda bağlayıcı ilə amonimun ədatı var. Bəli. İsimlərdən 5 adlı haldadır. İnsan sözü, su sözü, çörək sözü, daha doğrusu insan yox, ömür sözü. Ömürdür, sudur, çörəkdir, üçü buradadır. Uşaq və məhəbbət də buradadır. Demək, bu doğru fikirdir. Sual əvəzliyi ilə amonim olmayan bənzətmə qoşması işlənmişdir. Kimi qoşması qeyri-müəyyən əvəzliyi ilə amonim olur. Sual əvəzliyi ilə amonim olmur. 8. Cədvəldə verilən sözləri nəzərdə alıb boş xanları yazacaq fikir istəyir bizdən. Sözün kökü olur boyamaq, boyaq, boyaqçı. Qorumaq, qoruq, qoruqçu. Kökü feil olan sözlər quruluş və düzəltmə isimlərdir. Bəli, kökü feildən amma özləri isimlərdir. Feildən isim düzəldən şəkilçiləri eynidir, xeyr. Çünki bunun feildən isim düzəldən şəkilçisi aqdır, bununki isə uqdur. Demək, eyni şəkilçi olmadı. Biz dünən boyaqçı və ya qoruqçu axtardı cümləsinin nöqtələrin yerinə yazsa, qeyri-müəyyən təsir əldə olur. Və qeyri-müəyyən təsir əldə nə sualına cavab verir? Birinci sözün kökü boyalı sözünün kökü ilə amonimdir. İkinci sözün kökü isə amonim deyil. Bax, birincinin kökü boyamaq feilidir. Boyalının kökü boya ismidir. Demək, feillə isim bir-birinə amonim olur, ikinci ilə də amonim deyil. Şəxsə aid olan peşəni bildirdiyi üçün konkret isim deyil. Boyaqçı, qoruqçu, bunlar birbaşa şəxsin, insanın özüdür. Düzdürmü? Şəxsə aid olan peşəni bildirmir. Boyaqçılıq, qoruqçuluqdur. Ona görə cavab olar A variantı. Meydan sulamaq nümunəsinin təliminə aid olan fikir istəyir bizdən. Meydan sulamaq frazeoloji birləşmə kimi işlənə bilər, həmçinin həqiqi mənalı ifadə kimi də işlədə bilərsən. Həm həqiqi, həm də məcazi ola bilər. Bunun adı götürəcəksən. Həmçinin meydan sulamaq at oynatmaq ifadəsindən bir-birinə frazeoloji sinonim ola bilər. Çünki hər ikisinin ifadə etdiyi məna məğz cəhətdən bir-birinə yaxın olmuş olur. Yəni,
belə deyək, özünü hökmran kimi aparmaq, hardasa bir yerdə ağalıq eləmək mənasındadır. Bu qaydasındadır. Bu ifadənin anonimliyi yoxdur. Leksik mənalarından biri mübarizəyə çağırmaqdır. Xeyr, bunu mübarizəyə çağırmaq mənası yoxdur. Ağalıq etmək, istədiyini eləmək mənaları var daha çox. Bütövlükdə bir cümlə özü olur, təbii ki. Cavab olar B. 10. Nadan adamın yaxşılığı ilə pisliyi arasında niyyət fərqi olar, nəticə fərqi olmaz. Cümlənin təminə aid olan fikir. Fərqləndirilən isə mürəkkəb sözdür. Xeyr. Çünki onlar burada var, mövcuddur mənasını ifadə etdiyinə görə niyyət fərqi var. Ayrı-ayrı nümunələrdir və mürəkkəb feil yaratmıyordur. Mücərrəd isimlər həm də düzəltmə isimlərdir. Mücərrəd isimlər deyir. Məsələn, niyyət sözü mücərrəd isim, amma düzəltmə isim deyil. Getdi. Yəlik halda işlənmiş cəmi bir isim var. Yəlik halda işlənmiş adam sözü var. Sonra yaxşılığının, pisliyinin arasında, sonra niyyətin fərqi, nəticənin fərqi. Burada bir ixtar yəlik halda olan isim var. İsimlərdən 4-ü qeyri-müəyyən yəlik haldadır. Yaxşılıq və pislik sözləri, eləcə də niyyətlə nəticə sözləri. Cümlədə isimləşən sözlər işlənmişdir. Xeyr, isimləşən sözlərimiz yoxdur burada bizim. 11. Uyğunluq istəyir bizdən. Təsiri halda olan isimlər tamamlıq, zəflik mübtəda olmuş olur. Təsiri halda olan isim tamamlıq rolunda olar. O mübtəda olmaz, xəbər olmaz, təyin olmaz. Bütün sifətlər dərəcə üzrə dəyişmiş olur. Xeyr, bütün sifətlər dərəcə üzrə dəyişmir. Sabit qalanları var. Eləsi var ki, sadəcə dərəcədə qalmış olur. Azaltma və çoxaltmaca dəyişə bilmir. Şəxsiz növdə işlənmiş feillər yalnız üçüncü şəxsin təkində işlənir. Bəli, şəxsiz növ əsasən ancaq üçüncü şəxsin təkində işlənir. Axtardığını yaz fəslində tapa bilmədi cümləsində zərf işlənməmişdir. Bəli, doğru fikirdir. Çünki burada yaz isimdir, fəsil də isimdir. Yaz fəsli ikisi bir yerdə nə olur? İkinci növ tənə söz birləşməsi olur. Eləliyinə baxma. Eləlik sözü işarə əvəzliyindən düzələn isimdir. Yəni buna işarə əvəzliyi deyə bilməsin. Sənin cavabın olar burada bu. 12. Nümunənin morfolojlarına aid olan fikirləri seçək. Təsvirlənən feillər əmr şəklindədir. Yavaş-yavaş gedin, səsinizi anlayar deməkdir. Biri xəbərdir, biri əmrdir. Demək ki, hər ikisini əmr şəklində deyə bilmərik. Nə sualına cavab verən isimlər müstəqil cümlə özüdür. Bu da yanlışdır. Çünki latin sözü qeyri-müəyyən yərik haldadır. Qeyri-müəyyən yərik hal müstəqil şəkildə cümlə özü olmur. Quruca düzəltmə olan bir söz işlənmişdir. Baxsız yataq sözü var. Yatmaqdan yataq düzəltmə sözdür. İsimlərdən 3 adlı haldadır. Yataq sözü, məkanlar sözü 3 adlı halda olmadı. Səsinizi anlar. Bu qeyri-müəyyən təsiri haldadır. Mənsubiyyət şəkilçili isimlər müxtəlif hallardadır. Bəli. Yataq adlı haldadır. Səsiniz təsirli haldadır. 3-dən 5. Cavab olur 12-də B. 13. Cədvəldən uyğun fikirləri tapmamızı istəyir. Feili birləşmənin əsas tərəfidir. Üçbucaq qoyulan. Bax, insanın qəzəblənməsi 3-cü növ təyin söz birləşməsidir. Yəlik halda olan söz mənsubiyyət şəkilçili məsələlə əlaqələndə ismi birləşmə yarandı. Formaca 2 dəfə dəyişən sözdür. Forma qrammar şəkilçi qəbul etməkdir. Məsdər və mənsubiyyət şəkilçisi var. Formaca 2 dəfə dəyişib ismi birləşmə əsas tərəfidir. Bu doğrudur. Demək sən 1 ilə 3-ün heç birini götürə bilməzsən buradan variant olaraq. Çünki uyğun fikirlər deyil, uyğunsuzdur, tərsinə gedir. Sifətlə amonimli olan ədatdır. Artıq dərəcədə ifadəsindəki artıq sözü sifətdir, ədat deyil. Quruluşca düzəltmə sözdür. Artıq sözü bəli, artmaqdan artıq quruluşca düzəltmə olan sifətdir. O əvəzliyi mübtəda kimi işlənsə, bu sözü özündən sonra vergüllə işlədə bilməz, səhvdir. Məsələn, o artıq dərəcədə qəzəblənmişdir. Burada özündən sonra artıq gəlir deyə bir mənalı vergini qoymalısan. Cavab olur. Hansı cümlələrdə 2 ədat işlənmişdir? Sənə demişdim də, ədatdır. Bu iş alınmır ki, alınmır. Təkrar olunan sözlərin ortasına gələn 2 ədatdır. Yaz ki, həqiqətən də gözəl fəsildir. Buradakı 2 ədatdır, başqa da bir ədatın yoxdur. Mürəkkəb sözün tərkib hissəsindəkiləri axtarıb inşallah özündən Amerika kəşf eləmirsən. Bugün gəlməsən də, hava çox istidir. Buradakı də bağlayıcıdır, çox isə ədatdır. Gərək onu da aparaydım, kaş ağlıma gələydi. Burada kaş var, bir də gərəyi var. Demək 4-ü götürərsən. Səhərə qədər səni elə oradaca gözləmişdim. Elə var, bir də burada ca var. Hər biri ədatdır. Cavabın olar 1, 4 və 5-də verilən nümunələr. Nümunənin təlimatına aid doğru fikirlər istəyir bizdən. 3-cü misrada frazeoloji birləşmə işlənmişdir. Əlimizdən tutub ucaldır bizi. Burada hər hansısa bir frazeoloji birləşmə anlayışı yoxdur. Tutur, nəyəsə yuxarı qaldırır mənasındadır. 1-ci misrada birgəlik vasitə qoşması var. Qanad ilə, qanadın vasitəsi ilə uçar mənasındadır. Təsvirlənən feillərin hamısı məlum növdədir. Düzdür. Hər hansısa bir başqa qrammatik məna növünün göstəricisi yoxdur. Məlum növdədir hamısı. İnsan belə yerləri həmişə arzular. Burada arzulayar feilidir. Bu isə arzular ismidir. Başlanğıc formalar fərqlənir, anonim deyil. Feili bağlama tərkib əmələ gətirib, bəli. Əlimizdən tutaraq bizi uzaldır deməkdir. Orada əlinizdən tutmaq məsdər, daha doğrusu feili bağlama tərkibidir.
Üzüm sözü aşağıdakilerden biri kimi düşünmək olmaz. Təbii ki, C variantı. Üzüm sözünü arzu şəklində işlədə bilməzsən. Ola bilər, kaş üzüm deyirsənsə, o zaman arzu şəklinin qrammatik göstərisini yaddan çıxarmısan. Ədatın səni aldatmağına imkan verirsən. Sən götürə bilərsən, mənim üzüm sifətim və yaxud da ki, mən üzüm bu məqamda, bir də üzüm meyvə kimi düşünə bilərsən. Əmr şəklində ola bilər. Kökü feil homonim olan mənsubə şəkilçili isim ola bilər. Başlanğıc forması fərqlənən sözlər olur. Kökü toplu olmayan isim olur. 17. Hansı fikir cədvəldəki sual işarələrindən yalnız birinin yerinə yazıla bilər? Sən burada sual işarəsinin yazıldığı yerə diqqət eləməlisən. Bu kimi suallarda edilən səhv nədir? Götürür variantı bir-bir buraya uyğunlaşdırır. Sual işarəsi yaddan çıxır. Sualın şərtində dediyi məqamı atır kənara, o zaman səhv edir və düşünür ki, sual səhvdir. Bu sualda heç bir, necə deyim, natamamlıq yoxdur. Sadəcə olaraq sən diqqətli şəkildə baxmalısan. Bax, altına xətt çəkilən isə zərfdir. Sabahcan sözündəki zərfdir. Yuxarıdakı zərf deyil, gecələr zərfdir. Görsən, A-da verilən fikri birinci və üçüncülərə aid etdim. Bəs sual işarəsi olaraq bunu sadəcə buraya yaza bilərəm. Çünki bu sual işarəsi bunların hər ikisinin ortağıdır. Birinə aiddirsə, birinə aid deyilsə yaza bilmirsən. Cavab olur o. Quruşca sadə feili birləşmədir. Demək, bunu hamısına aid edirsən. Görsən, buna da yaza bilirsən, buna da yazsan, buna da yazsan. Bu ikisinin ortağı olduğuna görə burada yaza bildin, burada yaza bildin. Getdi. Əsas tərəfi düzəltmə feillə ifadə olunan feili birləşmədir. Yenə hər birinə aiddir. Əsas tərəfi məhsul növdə olan feillə ifadə olunmuşdur. Birinciyə yaza bilmirsən bunu. Sən bunu bura yaza bilərsən. D bura gedir. Buna getmədiyinə görə deyinmək qayıdış növdədir. Ortaq cəhət yaza bilmədi. Aslı tərəfi zərfi olmayan feili birləşmədir. E-də verilən fikri yenə sadəcə bura yaza bilərsən. Sabahcan ifadəsindəki sabah zərfdir. İsim deyil. Oradakı halq şəkli sən aldatmasın. Sözün sualını verirsən və çox bəsit şəkildə tapırsan ki, zərfdir. 18. Hansı variantda cümlə haqqında verilən fikirlərdən yalnız biri doğrudur? Altına xətt çəkilən sözlər üçün ortaq cəhət amonim ola bilmələridir. Vergi, qabiliyyət, istedad, bacarıq mənasında, aylıq ödənilən ödəniş mənasında. Biz isim və əvəzli olaraq amonimdir. Nümunədə həmcins xəbərlər və tamamlıqlar var. Sistemin fəaliyyətinə, işləkliyinə. Burada baxsan, həmcins olan tamamlıqların var. Həmçinin biz gözdən keçirdik, biz nəzər saldıq. Həmcins xəbərlərin də var. A-da hər ikisi doğrudur. Tünd qaratla verilən söz miqdar zərfidir. Dönə-dönə dəfələrlə mənasını ifadə edir və miqdar zərfidir. İsimlərin birində lag üstü 2 şəkilçisi var. Belə şəkilçi yoxdur. Lag üstü şəkilçi deyil. Bizim bir variantlı lag şəkilçimiz var. Bir də la plus q şəkilçisi var. Ayrı-ayrı şeylərdir. Burada da baxsan, işlək sözündə iş, işlə, işləkdir. Həmin bu variantdır. Yəni, lag bir yerdə deyil. 2 dənə ayrı şəkilçinin, la və aq şəkilçinin birləşməsidir. Ona görə bu yanlışdır, cavab olur. Nümunədə yalnız bir köməkçinin hissəsi var və köməkçinin hissəsi işlənmişdir. Bütün ismi birləşmələrə müstəqil şəkildə cümlə üzvüdür. Bunu deyə bilərik mi? Xeyr, deyə bilmərik. Niyə? Çünki bax, vergi sistemini gözdən keçirdik. Hansı vergi sistemini? Yeni vergi sistemi. Yeni vergi sistemi ifadəsində yeni sözü təyin kimi çıxış elədiyinə görə o müstəqil şəkildə cümlə üzvü olmadı. Demək ki, burada verilən sağdakı fikrimiz oldu yanlış. Yalnız bir köməkçinin hissəsi var və var. Başqa da bir köməkçinin hissəsi görmürəm. Demək ki, burada C variantı da sualın şərti variantı ola bilər. Təsəkkür sualda natamamlıq var. Tünd qaratla verilən söz hərəkətin tərzini bildirir, səhvdir. Kəmiyyət bildirir. Altına xətt çəkilən sözlərdən yalnız biri amonimdir. Xeyr, ikisi də amonimdir. Yalnız xəbərlər tabesi əlaqəsi yaratmışdır. Xeyr, tamamlıq da yaratmışdır. Yalnız bir cümlə üzrə rast gəlinmir. Yanlışdır. Burada hamısı var da. Təyini də var, tamamlığı da, zərfliyi də, mübtədəs xəbərdə. 19. Hansı cümlədə miqdar zərfi işlənmişdir? 3 saat birinci növ təyin söz birləşməsidir. Miqdar zərfi deyil, zərfliyidir. İllərlə sözü var. Quruluşca düzəltmə olan kəmiyyət zərfidir. Cavab olur B. Doyunca, doyana qədər mənasını ifadə etsə də feili bağlamadır. Qoşmalı feil sifət deyil. Yüzlərcə saydır. Biraz da isim izahiyyətinə görə saydır. 20. Cədvələ görə uyğun fikir. Bizi aşağıdaca qoyub getdi. Aşağıdaca. Buradakı ca ədatdır. Doğrudur. Hətta tək başına işlənib, hansısa bir sadalamanın komponenti kimi çıxış eləməyib. Ədatdır. Da isə bağlayıcıdır. Şübhəsiz sifət olanda düzəltmədir. Modal olanda sadədir. Özü də ifadəsi həm də mənasını, həmçinin mənasını ifadə edirsə olur bağlayıcı. Burada da elə o mənadadır. Ədat falan olmur. Bu doğru fikirdir. Məncə hamı çalışmalıdır ki, uğur qazana bilər. Cümləsinə qoşma işlənməlidir. Bəli, məncə, mən qədər mənasındadır. Özündən sonra vergül yoxdur deyə mən əvəzlik cəni də qoşma kimi düşünə bilərsən. Uyğunlaşdırsan, doğrudan doğru, yanlışdan yanlış tapmalısan da.
2, 3 və 5-də verilənlər cavabımızdır B. Belə, ümumi bu qədər.